X ədədi üçün verilmiş ifadənin qiymətini hesablayan alqoritmin blok sxemini qurun. P burada hasillərdir. 1 üstəgəl x üstü 1 kimi düşünək bunu. 3 çıxılsın x üstü 3. 5 üstəgəl x üstü 5. Baxıram ki, bir dəfə aradakı işarə plus, bir dəfə minus olur. Onda başlanğıcı qeyd edirəm. Bu başlanğıc və x ədədini daxil etməliyəm. X-i daxil edirəm və indi nələri girişə verməliyəm? P hasili 1 ilə girişə verəcəm. Daha sonra i 1 olsun, hər dəfə 2 artıraram. I-ni 1 ilə girişə verirəm. Və bir də bir K daxil edəcəm. Hansı ki K-nı 1 verəcəm. 1 ilə başladıram. Çünki arada birinci işarə plusdur, sonra minus olur. Birinci plusla başladığı üçün K-nı 1 ilə girişə verəcəm. Dövrün içərisində K-nı mənfi K edərəm. İndi şərti qoyuram. I hər dəfə 2 artır və bu 59-un özü də daxil olmaqla davam edir. Yəni onda yazaram ki, I 59-dan kiçik bərabər olduğu müddətdə. Yəni bu şərtə hə deyirəmsə, indi P-nin hasili hesablamalıyam. Hasili belə yazacağam. P bərabərdir. Hər dəfəsində əvvəlki P-ni vuracağam. 1, yəni I üstə gəlinsin. K vur x üstü i-yə. Belə. Hansı ki k hər dəfəsində, hər dövrün içərisində dəyişib mənfi k olacaq. Yəni bir dəfə plus, bir dəfə minus olması üçün aradakı işarəni yazıram ki, k bərabərdir mənfi k-ya və i-ni də 2 vahid artıracağım. Çünki görürəm ki, i hər dəfə 2 artır. Həm öndə olan i, həm də qüvvətli olan i. I də bərabərdir. I-ni 2 vahid artırıram. I plus 2. Və bu hər dəfəsində dövr edir. Qayıdır yenidən şərtə. Və şərtə artıq yox deyəndə şərtə P-ni, yəni hasili çıxışa verirəm və bununla da əməliyyat sonlanır.